xoşuma gələn döyüşçülər idi. Ötən günlərdə Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərə girişin pulsuz olması fürsətindən istifadə edib Bakının ən möhtəşəm tarixi məkanlarından biri olan Milli Azərbaycan Tarixi Muzeyinə milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin möhtəşəm evinə yollandıq. Zəngin eksponatlar, əsrlərin izini daşıyan otaqlar, qorunub saxlanılan interyer və Tağıyevin həyatından qalan izlər insanı sanki keçmiş aparırdı. Bir vaxtlar Bakının ən nüfuzlu evlərindən sayılan bu bina indi tarixlə nəfəs alan bir muzeydir. Burada hər əşyanın, hər divarın ayrı bir hekayəsi var. Hacı Zeynalabdin Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa olunub. Nəhəng günbəzlərlə tamamlanan bu 3 mərtəbəli sarayın bir tərəfi Baryatınski, digərləri Polis, Merkuri, fasadı isə Qorçakov küçələrinə baxırdı. Sarayı gəzdikcə insan hər zala ayrı heyran qalır. Muzeyin hər otağı həm memarlığı, həm də daşıdığı tarixlə ziyarətçiləri keçmiş aparır. Muzeyə gələn ziyarətçilərin də təəssüratlarını öyrəndik. Onlar xüsusilə sarayın interyerinə, qədim eksponatlara və otaqlarda qorunub saxlanılan tarixi ab-havaya heyran olduqlarını bildirdilər. Yaşım 73-cü ildə olub. 73-cü ildən bu yana sizcə hansı dəyişikliklər var tarix muzeyində? Tarix müzeyi eksponatlarda dəyişib. O vaxt eksponatların çoxu indi yoxdur. Həm də ki, böyüdüblər, yaxşı ediblər. Həm də indi biz gedəcək də Tağıyevin ev muzeyi var. Burada Tağıyevin evi olub, bax, yaşayış evi. Muzey ediblər, yaxşı ediblər, saxlayıblar. Bəs Azərbaycan tarixində ən çox sizi hansı dövr maraqlandırır? Mənə ən çox maraqlandıran Azərbaycan tarixində Eldənizlər dövrüdür. Orada o Şəmsəddin Eldəniz var, o qoyub da əsasını. Atabəylər sülaləsi olub. Amma mənə üçün maraqlı odur. Tarix muzeyinə gələn ziyarətçilər buranı təkcə zəngin eksponatları ilə deyil, həm də böyük xeyriyyətçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı möhtəşəm malikanə kimi maraqla ziyarət edirlər. Ekspozisiya ümumilikdə 9 otaqdan ibarətdir. Hacı Zeynalabdin Tağıyevin iş kabineti, şərq salı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanımın bəzək otağı, yataq otağı və təmizlik otağı. Hər məkan Tağıyevlər ailəsinin həyat tərzini, dövrün zövqünü və Bakı milyonçularının yaşayış mədəniyyətini əks etdirir. Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənmişdi. Uşaqların öz təəssüratlarını da öyrəndik. Savalan Tədris Mərkəzinin ibtidai sinif müəllimiyəm. Bugün məktəbə qədər şagirdlərimin bir hissəsini muzeyə gətirmişəm. Onlara qədim tariximiz barədə, görkəmli şəxsiyyətlərimiz barədə, qədimdə döyüşçülərimizin geyimləri, yəni ümumiyyətlə qədim tariximiz barədə məlumat vermək istədim. Həm onları canlı şəkildə görsünlər, həm də öyrənsinlər. Hal-hazırda bunlar artıq oxuyub yazmağı öyrəniblər. İndi onların dünya görüşünü artırmaq zamanıdır, formalaşdırmaq zamanıdır. Həm də Azərbaycanın qədim abidələri barədə, hər bir şey barədə onların yəni indidən formalaşmalı. Uşaq gələcəkdə böyüdükcə daha geniş şəkildə inkişaf etsinlər. Uşaqlar özləri danışdılar, görə bəyəndilərmi? Xoşlarına gəldi? Bəyəndin mi muzeyi? Hə. Xoşuna gəldi burada səni gördüklərindən? Döyüşçülərin geyimi mi, silahları mı? Mənim ən çox xoşuma gələn döyüşçülər idi. Başqa nə oldu? Başqa Qədimdə geyimlər var. qədimdə geyimlər. Hamısı xoşuma gəldi. Evlər barədə, ev var idi orada. Evi çox bəyəndilər. Onların Silahları. onun üçün maraqlı oldu, oğlan oldu. Bəs sən nə bəyəndin ən çox? Qatarı. Muzeyə ilk dəfə gəldiyini deyən ziyarətçilərdən biri də təəssüratlarını bizimlə bölüşdü. O bildirdi ki, indiyə qədər tarixi eksponatları əsasən məktəbdə və televiziya vasitəsilə görüb. Lakin onları canlı şəkildə izləmək tamam fərqli hisslər yaşadır. Tarix muzeyinə ilk gəlişinizdir, yoxsa? Bəli, ilk gəlişimdir. Təəssüratlarınız necədir? Çox gözəl, çox gözəl. Mən bilmirdim ki, bizim Bakıda belə gözəl muzeyimiz var. Belə tarixi şeylər ancaq orta məktəblərdə baxmışıq, televizorda, nəsə belə verilişlərdə baxmışam. Amma belə canlı görmək mənim çox xoş təəssüratlarım oldu. Bəs ən çox hansı köşə sizi təsirləndirdi? Ən çox bu küpələrdə ki bastırıblar, o vaxt küpədə bastırıblar da insanları, sonra yavaş-yavaş nəm qəbirdə bastırıblar, sonra nəm tabutda bastırıblar. O mənə çox belə qəribə təəssüratım oldu ki, küpədə bastırmaq.
Tarixin izlərini yaşadan bu muzey ziyarətçilərə təkcə eksponatları deyil, həm də keçmişin ruhunu hiss etdirir. Hacı Zeynalabdin Tağıyevin möhtəşəm evində qorunub saxlanılan hər detal isə Azərbaycanın zəngin tarixindən səssizcə danışır. Tarixə qısa bir səyahət etdiyimiz bu muzeydən ayrılarkən bir daha anlayırıq ki, keçmişini tanıyan xalq gələcəyini daha möhkəm qurur.